Salam müəllimlər, gəlin bu günlərim sizinlə Time 2024 situasiya tipli interaktiv test 4-ün 15-ci testini həll edək. Tədrisin planlaşdırılmasına aid verilmiş variantlardan biri yanlışdır. A. Effektiv planlaşdırılmış dərs müəllimlərə məzmunu və fəaliyyətləri məntiqi və ardıcıl şəkildə təşkil etməyə kömək edir. Bu, dərsi rəvan keçməsinə və şagirdlərin materialı daha yaxşı başa düşməsinə də kömək edir. Bəli, dərsin planlaşdırılması hər şeyi axıcı şəkildə etdiyinə görə düzgün planlaşdırılmasına gedir təbii ki. Bəli, şagirdlərin də dərsi daha yaxşı başa düşməsinə kömək edir. B variantı. Dərsin planlaşdırılması müəllimlərə dərs üçün mövcud vaxtı səmərəli idarə etməyə kömək edir. Bəli, dərsin düzgün planlaşdırılması hər şey arzu şəkildə getdiyinə görə müəllimin də vaxtı səmərəli idarə etməsinə kömək edir. O, hər bir fəaliyyət üçün akademik vaxtın ayrılmasını və dərsin ayrılmış vaxt ərzində bütün lazım materialı əhatə etməsini təmin edir. Bəli, bu söz də doğrudur. C variantında yazılır ki, dərsin planlaşdırılması müəllimlərə şagirdlərin müxtəlif ehtiyaclarını və qabiliyyətlərini nəzərə almağa imkan verir. Bəli, bu o deməkdir ki, bizim sinifimizdə, ümumiyyətlə bütün siniflərdə olur, müxtəlif öyrənmə tərzlərinə görə, intellekt növünə görə, şəxsiyyət tipinə görə və yaxud da şagird müxtəlifliyinə görə, sağlamlıq imkanlarına görə fərqli ola bilərlər. Sağlamlıq imkanları deyiləndə burada fiziki və əqli cəhətdən nəzərdə tutulur. Fiziki quruluşuna görə şagirdin ətraf orqanları və yaxud da əqli deyəndə qavraması nəzərdə tutulur. Tez qavrayanlar ola bilər, gec qavrayanlar ola bilər və yaxud da nailiyyət səviyyəsinə görə fərqlənə bilərlər şagirdlər. Yaxşı oxuyan ola bilər, zəif oxuya bilənlər olar. Öyrənmə tərzləri deyəndə VAKO kimi nəzərdə saxlayırıq. Vizual öyrənənlər, audial öyrənənlər, kinestetik öyrənənlər, oxuyub yazaraq öyrənənlər ola bilər. Ondan sonra şəxsiyyət tipinə görə ola bilər ki, 3 cür şəxsiyyət tipi var. İntrovertlər var, ekstravertlər var və ya da bunların ikisinin qarşılığında ambivertlər var. Şəxsiyyət tipinə görə öyrənənlər fərqli olur. İntellekt növünə görə Howard Gardnerin nəzəriyyəsi var ki, çoxnövlü zəka və ya da çoxnövlü intellekt. Orada məsəl üçün göstərir musiqi ritmi, riyazi məntiqi, sonra vizual öyrənənlər və ya da digər var ki, açıb baxa bilərsiniz. Bir sözlə bunları əvvəlcən düşünülüb dərsin planlaşdırılması, dərsin diferensiallaşdırılması deməkdir. Bu da inklüzivli pedaqoji tələbin reallaşdırılması. Bir də ki, ümumiyyətcə dərsin planlaşdırılması kurikulumun prinsipində nəticəyönlü prinsipini biz əməl etmiş oluruq. Çünki nəticəyönlü deyiləndə biz artıq planlaşdırmanı düşünməliyik. Və orada da bunların nəzərə alınması, bəli, dərsin planlaşdırılması müəllimlərin, şagirdlərin müxtəlif ehtiyaclarını və qabiliyyətlərini nəzərə almağa imkan verir. Əvvəlcədən planlama etməklə müəllim bütün şagirdlərə uyğun materialların hazırlaya bilər. Bəli, strategiyalar hazırlaya bilir biz o uşaqlara görə ki, müxtəlif strategiyalar yürüdülür. Bu da fərdin dərsin diferensiallaşdırılması deməkdir. Bu da doğrudur. Dərsin gündəlik planlaşdırılması müəllimə dərsdə keçirəcəyi mövzunu dəqiq müəyyənləşdirməyə, həmçinin dərs prosesində şagirdlər arasında yaranan konfliktlərin həll olunmasına istiqamət verir. Xeyr, müəllim nə bilsin ki, sərsəri uşaqlar arasında hansı konflikt ola bilər. Bu cümlə səhvdir. Müəllimin düzdür, plan B-si olmalıdır. Məsəl üçün, əvvəlcədən müəllim plan hazırlayanda gündəlik plan üçün onun ən azı bir dənə yanda plan B-si olur. Məsəl üçün nə? Şəhər məktəblərindədir. Ola bilsin ki, orada elektron lövhə var, texniki baza, tədris bazası dəstəkləyir. Amma bu elektron lövhəyə uyğun dərsi planlaşdı ki, elektron lövhədə bunu göstərəcəm belə və yaxud da digər proyektorla bir şey göstərəcəm. Amma ola ki, birdən işıq söndü. Mən əvvəlcən düşünürəm ki, birdən işıq söndü, elektron lövhə işlədə bilmədim, proyektor işlədə bilmədim. Mən nə etməliyəm? Alternativ dərs planı hazırlamalıyım ki, olmasa belə bununla işləyəcəm. Ən azı bir dənə plan B-si olmalı. Yəni müxtəlif planlar olmalıdır müəllimin, amma gündəlik plan yanında ən azı bir dənə əlavə plan olmalıdır ki, hər gün. Bunu belə olmasa, işdə belə olmasa belə eləyərəm. Artıq burada müəllim özünün o tədrisi necə təşkil edəcək, şagirdlərə necə öyrədəcək, bax bunu planlaşdırır. Müəllimə aid, amma müəllim əvvəlcədən bir gün qabaqdan o bilə bilməz ki, o şagirdlər arasında hansı konflikt olacaq və onu həll etməkdən ötürü bir gün qabaqdan o plan hazırlasın. Təbii ki, bu cümlə yanlışdır. D variantıdır bizim testimizin cavabı, çünki bizdən nə istəyir? Yanlışı. E variantına baxaq. Dərsi effektiv planlaşdırmaq müəllimlərə materialı səmərəli çatdırmaq imkanı verir. Bəli, səmərəli şəkildə çatdırır da, sırayla elə təşkil edir ki, səmərəli şəkildə şagirdlərə çatdırır. Bu həm də onlara dərs zamanı yarana biləcək gözlənilməz çətinliklərin öhdəsindən gəlməyə hazır olmağa kömək edir. Bəli, əvvəlcədən artıq planlaşdırır da ki, bu məsəl üçün işıq birdən sönsə, digər. Məsələn, dərsi keçirəm, dərsin ortasında birdən işıq söndü, elektron lövhədən istifadə edə bilmədim. Onda mən artıq plan B var da, dalı necə aparacağam? Artıq mənim nəyim olur? Plan B-im olur yanımda. Bəli, bu testin cavabı D-dir.